Salam kardeş. Bak bunlar hamısı yerli kök altında üstünde olan primer gigantlardır. Bak maşallah ne boyda. Hamısındaki meyve tomurcuğu doldu. Demek olar ki ağacın üstü bütün meyve tomurcuğu. Baştan başa. Boyları da ki 7-8 metre belki boyları var. Ben bağımın demek olar ki hamısı. Bak bu da primer gigant. Yerli cal. Hamısı ne var gilaslar məndə hamısı yerli calaqlar. Hamısı da ki oturtmuşam tumurcuğa. Daha abreska söhbətini saxlamışam. Yəni daha bundan sonra istəyəcək. Qalan vaxt abreska edirəm, sizə qutardı. Ondan sonra da çünki nə qədər gilasa çox başlandı abreska deyərsən bir o qədər meyvəyə meyli olmur. Ancaq tumurcu boya meyli olur. Ona görə də abreskanı saxlamışam. Hamısı da ki yerli calaq üstündə primercanlardır, karmenlərdir. Hamısı bağdan da görürsən hamısı xarici calaq altıdır. Bax bunlar hamısı. Xarici şeylərdir, meyvələr üstləri, altları yerli calaq altılardır hamısı qardaş. Bax hamısı nə görürsən hamısı xarici sortlardır. Hamısı yerli calaq altında. Sadəcə olaraq mən indi bu illəri biraz gilaslarımda nəsə qatıqlıyla şişirələnmə verib. İndi onları qarşısını alacağım. Bax nə boyda şişirələnmə verib. Hamısı da ki budaqla budağın arasından. Başqa yerlərdən yox. Halbuki budaqla budağın arasından. Bu buradan. Layını təmizləyəcəm.